Huawei də şüşə effektinə keçdi. Huawei'in Harmony OS 6 interfeysində görünən yeni vizual effektlər texnologiya dünyasında diqqət çəkir. Yarı şəffaf qaplar, buzlu şüşə görünüşü və işıq keçidləri sistemi daha premium göstərir. İlk baxışda bu yanaşma Apple'ın iOS 26 ilə gətirdiyi Liquid Glass dizayn xəttini xatırladır. Amma burada incə bir fərq var. Apple'ın bu effekti rəsmi dizayn materialı kimi təqdim edir. Huawei'də isə daha çox işıq və şəffaflıq oyunu hiss olunur. Yəni görünüş oxşardır, amma texniki və vizual dərinlik eyni deyil. Yenə də qəbul edək, telefon ekranı açılan kimi wow hissi vermək istəyirlər və bunu da pis bacarmırlar. Huawei bu addım atan ilk brend deyil, çünki Vivo da Origin OS 6 ilə bənzər istiqamətdə diqqət çəkmişdi. Görünüş smartfon interfeyslərində yeni moda artıq bəllidir. Daha çox şüşəvari effekt, daha çox parıltı, daha çox mən premiumam enerjisi. Bəs səncə bu dizayn ilhamdır, trenddir, yoxsa artıq çox açıq oyundur?